Ağstafada 74 yaşlı qadın su quyusuna düşərək ölüb. Hadisə rayonun Yenigün kəndində baş verib. Belə ki, kənd sakini 74 yaşlı qadın yaşadığı evdə su quyusuna düşüb. Yaşlı qadın suda boğularaq ölüb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir. Əraziyə polis və prokurorluq əməkdaşları cəlb edilib. Vətən müharibəsi şəhidi Elvin Ağakərimovun anası vəfat edib. Şəhid anası Xədicə Ağakərimova yaşadığı Şamaxı rayonunda dünyasını dəyişib. Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elvin Ağakərimov 2020-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 2-si Tərtər istiqamətində gedən döyüşlər zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ölümündən sonra bir neçə medalla təltif edilib.